Mütəxəssislər ürək üçün faydalı olan fiziki aktivlik və sağlam qidalanmanın beyin üçün də faydalı olduğunu aşkar ediblər. Bu praktika ürəyin döyülməsini və qanın beyinə axınını təmin edir. Yaxşı qan axını beynin fəaliyyət göstərməsini təmin edir və demensiya riskini azaldır. Michigan Universitetindən doktor Kenneth Lange deyir ki, demensiya yaddaş və nitq kimi digər idrak funksiyalarının azalması ilə xarakterizə edilir. Doktor Lange demensiya riskini yoxlamaq üçün 20 min yaşlı insanın iştirak etdiyi araşdırmaya başçılıq edir. 2000-ci illə 2012-ci illər ərzində yaşlar arasında demensiyanın 11,5%-dən 9%-ə endiyini müşahidə etmişik, deyə o bildirir. Doktor Lange'nin sözlərinə görə buna səbəb yüksək qan təzyiqi, şəkər diabeti və piyələnməyə qarşı, eləcə də ürək damar sisteminin sağlamlığını təmin etmək və insult riskini azaltmaq üçün daha yaxşı müalicə üsullarının mövcud olmasıdır. Bundan əlavə o, təhsil səviyyələrinin artmasının da buna təsiri ola biləcəyini deyir. Bir sıra araşdırmaların nəticələri təhsil səviyyəsinin artmasının demensiya riskini azaltdığını göstərir. ABŞ-da da son 20 il ərzində insanların təhsil səviyyələrində artım müşahidə edilib. Bu onu göstərir ki, bugün 75 yaşlı bir adamın 20 il bundan öncə 75 yaşlı bir insanla müqayisədə daha az demensiya olma riski var, deyə Lange bildirir. Hətta dərmanlarda və ya demensiyanı azaldacaq başqa növ müdaxilələrdə irəliləyişlər olmasa belə, Lange deyir ki, bu riski azaldacaq başqa amillər var. O deyir ki, demensiyaya meyilli azaltmaq üçün daha çox işlər görülməlidir.